Bismillahirrahmanirrahim. وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِيَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَمَنْ يَكُونِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَأَنْفَقُوا مِنْهُ 7-8 dənə xüsusiyyəti var şəhidin. Bir də odur ki, onlar axirət aləmində onlara məxsus beş libası geyindirərlər. Formal dünya libası idi onun. Amma bir dənə məxsus libas, beşisi onlar üçün vardı. Allah ruhlarına şad eləsin inşallah. Söhbət eləyəndə deyir ki, bir evdə həmişə danışanda deyir ki, sən bu cürsən, şükür Allah, həmişə təriflanmazadır. Dedim ki, inşallah Allahın köməyinə sən böyüyərsən, general. Deyir, ananı bilmək olur, bəlkə ondan da hündür vəzifə oldu. İndi siz də daha söhbət eləyəndə Yaman Yusuf, yəqin elə onu demiş, biz başa düşdük. Yusuf Ayel'dir. Şəhər qardaşım məndən kiçik idi, amma məktəbdə oxumuşuq. Bunların sinifi, ümumiyyətlə, hamısı öz siniflərə nisbətdə, həqiqətən bunların bütün sinif yoldaşları hamısı gözəl oxuyublar, güclü oxuyublar. Ben yadıma gəlib, bunların sinif rəhbəri Tahir müəllim var idi, o idi. Bu doktorun da oğlu Həmid də bunların yerdə oxuyublar. Bunlar əlası idilər, hamısı əlası idi, qızlarda olanlar da. Elə bunların sinifi, ümumiyyətlə hamısı, məxsusən Şəhid Yusuf qardaşım, elə həm uşaqlar içində həm ildə seçilərdi. Həm də ki, ədəb ərkanı ilə. Danışdırmasın, danışmazdı. Allah ruhunu şad eləsin. Söhbət yerində, elə deyildi, danışıydı. Deyildim, birinci yığanda bax, dedim ki, Nayrıska, şükür Allaha bu 580 mandan balı, hara istəsən düşərsən də. Deyildi, ana, sən mənə ürəkdən xeyir dua verir. Bəli. Ana, sən mənə ürəkdən xeyir dua verir. Fikirləşəydim, o vaxt həqiqətən belə şey fikirləşməydim. Yalandan deyim, fikirləşəydim, yox. Amma indi fikirləşəm, deyim ki, ona görə deyilmiş ki, ana, mənə sən ürəkdən xeyir dua verir. Hədislərdə var ki, insan gərək uzaq məqama çatmaq üçün ən azından bir yuxarı səviyyəni seçir özünə. Məsələn, deyir, əgər müəllim olmaq istəyirsənsə, sən fikri qoy, məsələn, direktorluğa, rektorluğa ki, o məqama yetişə bilirsən. İndi bunlar binanı qoymuşda hərəbiçi olmalığa, ən üstünə. Allah buyur ki, onun da üstünü mən sizə bəxş edərəm. O da şəhidlik məqamında, Allah həmd olsun. Valla, elə siftəsindən, elə biləcəyindən çox həqiqətən belə sakit təbiətli idi də. İndi deyəlim, sən də başda, onun başqa qız da var idi, oğlan da, amma onlar heç birisi elə deyil. Yox, Şəhid Yusuf başqa idi, Şəhid Yusuf. Mənim indi kimi